Tərbiyə məsələsi ona görə vacibdir ki, indi dünya psixotexnoloji vasitələrlə bir çox cəmiyyətləri manipulyasiya alətinə çevirirlər. Uşağın ehtiyacını ödəmək üçün bəlkə 2 yerdə, 3 yerdə işləməli olan valideyn uşağa lazım olan 1 saatını ayıra bilmir. Ona lazım olan duyğusal münasibəti göstərə bilmir. Dəyərin nə olduğunu bəlkə də böyüklərimizin çoxusu hələ tam fərqinə varmır. Çünki auditoriyalarda mən çox zaman sual verirəm ki, dəyərli insan kimə deyirik? Dəyər özünə olan şeydir. Dəyərsiz insan nə deməkdir? Biz uşaqlarımızı elə tərbiyə eləməliyik ki, onlar internetin, sosial şəbəkələrin, telefonun və s.nin istifadəçisi olsun. Onun quluna çevrilməsin. Tərbiyə məsələsinə toxunarıqsa, biz bilirik ki, hal-hazırda müasir dövrdə uşaq tərbiyəsi məsələsi çox aktual bir məsələdir. Çünki valideynlər, belə deyək, əvvəlki dövrlərə baxanda sanki övladın öhdəsindən daha çətinliklə gəlirlər. Bunu asanlaşdırmaq üçün onun başını telefonla, oyuncaqla və sair yayındırıcı vasitələrdən istifadə edərək başının qatmağını, valideyni bir qədər sakit buraxmağını istəyirlər. Məsələ burasındadır ki, uşağa vaxtında və kifayət qədər ayrılmayan zaman və kifayət qədər ona göstərilməyən qayğı, məhəbbət, şəfqət duyğusu onda gələcəkdə şəxsiyyət kimi müəyyən bir problemlərin, hətta bəzi komplekslərin formalaşmağına səbəb olur. Məsələ burasındadır ki, inanclı uşaqlar, inancı olmayan, bu həyata təsadüfi hadisələr növbələşməsi kimi baxan bir uşaq arasında ciddi fərq var. Biz uşağa tərbiyə vermək deyəndə olar olmazları öyrədirik. Amma nə üçün olar? Olmazsa nə olar? Deyə bir izahat vermirik. Məsəl üçün, gəncə belə bir yanaşma sərgiləsək ki, fərz edək atasından ona bir miras qalıb. Bu miras ona ömrünün sonuna qədər bəs eləyəcək. Bu insan nə üçün eyş-işrətlə, zövq-səfa ilə, həzz mənbəyinə müraciət edib belə bir həyat yaşamasın? Bunun izahını ona necə vermək olar? Necə ona izah eləmək lazımdır ki, sənin zəhmət çəkməyin, həyatda bir faydalı qatqı verməyin və s. bu sənin həyatını mənalandırar. Əks halda, əgər imkanı varsa, bu imkandan istifadə edib bütün həyatını bayaq qeyd elədiyim kimi zövq-səfa ilə, ürəyi istədiyi kimi yaşaya bilərsə, niyə bunu etməsin? Məsələ burasındadır ki, biz uşaqlara dəyər aşılamaq istəyəndə o dəyərin mənbəyini, kökünü göstərməliyik. Məsəl üçün, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü Amanashvilinin bir konfransda çıxışı oldu. O belə dedi, 70 ildir sizə dininizi qadağan ediblər. Amma hardasa bir indi 30 ilə yaxındır ki, siz müstəqilsiniz. Sizə dininizin uşaqlara öyrədilməsi, yəni əslində dediyiniz dəyərlərin mənbəyinin harda olmağını göstərməyə kim mane olur? Nə mane olur? Axı bütün dəyərləriniz müqəddəs kitabınızdan götürülüb. Məsələ burasındadır ki, o bizim müqəddəs kitabı bizim çoxumuzdan daha yaxşı oxuyub, bələd olub və göstərdi ki, sizin müqəddəs kitabınız dəyərlərinizin mənbəyidir. Siz niyə mənbəyini göstərmədən uşağa dəyər aşılayırsınız? Siz buna uşağı necə inandıra bilərsiniz? Bu sadəcə sizin fikriniz kimi ola biləcək. Amma dəyərin mənbəyi göstərilərsə, belə etmək lazımdır ona görə ki, səbəbi budur. Belə etməzsən, nəticəsi belə ola bilər. Bunu bu şəkildə dəyər uşağa verilərsə, uşaq əlbəttə ki, həmən dəyərin mahiyyətini başa düşər, ona əməl eləmək tələbatı, istəyi yaranar. Bu anlamda biz dəyərin nə olduğunu bəlkə də böyüklərimizin çoxusu hələ tam fərqinə varmır. Çünki auditoriyalarda mən çox zaman sual verirəm ki, dəyərli insan kimə deyirik? Dəyər özünə olan şeydir. Dəyərsiz insan nə deməkdir? Biz bunu bilmədən elə dəyərli insan deyə, baxın Quranda çox yerdə yazılıb ki, niyə düşünmürsünüz? Biz bir özümüzə sual verməyi bacarmırıq. Daha doğrusu bəlkə də xoşlanmırıq. Bir də çox istifadə elədiyimiz məfhumlar üzərində düşünmürük. Dəyər insanın daim etmək istədiyi, etməyə ehtiyac duyduğu, edə bilməyəndə isə hər hansı bir səbəbdən vicdan əzabı çəkdiyi keyfiyyətlərinə deyilir. Çünki mən birinə qarşı sədaqətli, digərinə qarşı sədaqətsiz olaramsa, birinə qarşı səxavətli, başqasına səxavətsiz, birinə qarşı ədalət, başqasına qarşı ədalətsiz göstərirsə, bunların heç biri mənim dəyərim olmayacaq. Dəyər o zaman dəyərdir ki, bütün hal vəziyyətlərdə zamandan, məkandan və sənin ruh halından asılı olmayaraq sən onu etmək istəyəcəksən. Yəni səxavətli bütün hallarda səxavətli qalmağa çalışacaq. Ədalətli qalmağa çalışacaq. O şeylər ki, biz situativ göstəririk,
göstəririk vəziyyətdən asılı olaraq. Orada mütləq bir məqsəd var. Orada ola bilsin ki, bir qərəz var. Və bu halda biz ona bizim dəyərimizdir deyə bilmərik. Biz dəyəri bu şəkildə uşağa anlada bilsək, uşaq başa düşər ki, müsbət keyfiyyətlər təkcə müəllimin yanında yox, valideynin yanında yox, onlar olmayanda belə, bir çətinlik halında belə, bir qeyri-müəyyənlik halında belə mütləq nümayiş etdirilməli keyfiyyətlərdir. Əks halda uşaq fikirləşir ki, imkan olanda mən doğru düzgün hərəkət eləyərəm, özümü etik davranışlara meyilli əməl edən biri kimi göstərirəm. Başqa bir halda mən bunu etməyə bilərəm. Məsəl üçün, auditoriyada tələbə müəllimlə çox nəzakətlə davrandığı halda müəllimindən daha yaşlı bir adama avtobusa yer verməyə bilir. Bu tələbəyə nəzakətli deyə bilmərik. Və yaxud da bir böyük öz uşağı ilə şəfqətli, mərhəmətli davranırsa, amma fərz eləyək ki, müəllimdirsə tələbəsi ilə və yaxud da hər hansı bir həmkarı ilə bu xüsusiyyəti göstərmirsə, bu şəfqət, bu mərhəmət onun dəyəri sayıla bilməz. Odur ki, tərbiyə işində inanc bir daxili nəzarət amilinə çevrilməlidir. Çətin hallarda bəzən buna dilemmalar deyirlər. Edim etməyim, gedim getməyim, alım almayım, vurum vurmayım kimi məqamlarda o daxili nəzarət inanc nəyin doğru, nəyin yanlış olduğunu mütləq ona fısıldayacaq. Yəni orada böyük olmasa belə, kənar nəzarət olmasa belə, heç kəsin nəzarəti yoxdur. Mən bu çaşqanı əgər oğurlayaramsa, bunu heç kəs görməyəcək. Mənə heç bir məsuliyyət yaratmayacaq. Mən bunu nə üçün etməli deyiləm? Əgər daxili nəzarət yoxdursa, mənim içimdə mütləq bir tərəddüd olacaq və bəlkə də onu götürəcəm. Ona görə inanc bizim uşaqlar üçün çox vacib bir faktordur ki, yaşıtları tərəfindən, düşdüyü pis çevrə tərəfindən siqaretə, narkotik vasitələrə, spirtli içkilərə, digər əxlaqa zidd olan hal və hərəkətlərə yol verməsinlər. Bundan yalnız inanc sistemi bizim uşağımızı qoruyacaq, bizim özümüzü də qoruyacaq əslində. Odur ki, inanc tərbiyə işində, ümumiyyətlə insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Kimsə deyə bilər ki, heç mənim inancım yoxdur, bir də şəxsiyyət kimi formalaşmışam. İnanc məsələsi də belədir. Əslində o hamıda var. Amma kim də kamildir, kim də naqisdir. Kim də var, amma inancının fərqində deyil. Yəni onun dərki məsələsində problemi var. Bayaq qeyd elədim ki, biz çox zaman istifadə etdiyimiz məfhumların mənasına varmırıq. Məsəl üçün, çoxları azarkeşəm sözünü rahatçılıqla işlədə bilirlər. Hər hansı bir futbol komandasına, ya hər hansı bir şəxsə, hər hansı bir prosesə. Azarkeş sözünün mənası azar. Bizim dilimizdə xəstəlikdir. Azarkeş yəni xəstə deməkdir. Əslində baxanda elə heç uzağa getmək lazım deyil. Futbol azarkeşləri həqiqətən azarlı bir insanlar kimi davranırlar. Boş bir şeyin üstündə dava salırlar. Bəzən ölümlə nəticələnən münaqişələrə girirlər. Bir komandanın azarkeşləri ilə digər komandanın azarkeşləri. Əgər bunların sevdiyi futboldursa, onlar gözəl oyuna maraq göstərməlidirlər. Nə üçünsə məhz bu komanda qalib gəlsin, kimlərsə xoşbəxt olsun, kimlərsə bədbəxt və yaxud da əksinə, o biri komanda qalib gəlsin, onun azarkeşləri, xəstələri bir müddət sevinəcəklər, bu birisinin azarkeşləri bədbəxt olacaqlar. Digər tərəfdən indi şəhərimizdə çox belə tez-tez gözə çarpan şərab evləri. Şərab evləri mahiyyətinə var. Şər suyun evi. İnsanı hara dəvət edirik? Şər su evinə dəvət edirik. Bu anlayışın, bu məfhumun mənasına varırıqmı biz bunu işlədəndə? Tərbiyə məsələsi ona görə vacibdir ki, indi dünya psixotexnoloji vasitələrlə bir çox cəmiyyətləri manipulyasiya alətinə çevirirlər. Baxın, indi dəb deyən reklamlar və s. əhalinin böyük kütləsini manipulyasiya alətinə çevirib. Məsəl üçün, reklamın birində deyir ki, 3 aydan sonra sənin diş fırçan artıq sənin deyil, o mikroblarındır. Sən onu mütləq dəyişməlisən. O biri reklamda deyir ki, filan sabun yuyulduqda 99% mikrobları məhv edir. Onda soruşmaq olar ki, məyər o diş fırçasını həmən sabunla yuyub mikroblardan azad edib təzədən istifadə eləmək olmazmı? Maraqlı burasındadır ki, hər iki reklamı eyni firma verir. Və bizim də gənclər, indi öz həyatımdan danışmaq istəmirəm, mənim də başıma gəlib ki, uşaq deyir ki, belə. Mən də ona deyirəm, bax, bu reklamda deyib ki, 3 aydan sonra sənin deyil, amma bu reklamda deyir ki, 99% mikrobu ləğv eləyir. Sən o diş fırçanı bu sabunla yuy, arxayın ol ki, o daha mikrobsuz olacaq. Demək istədiyim odur ki, hər mövsümdə bir dəb elan edirlər ki, bu mövsümdə filan rəng və filan forma dəbdə olacaq. Bu o deməkdir ki, bizim insanın aldığı bir geyim ya bir aksesuar cəmi bir mövsümdən sonra atılmalıdır. Bu isə ailənin büdcəsinə nə boyda yükdür. Və bunun üzərində bu ehtiyacları ödəmək üçün insanlar daha çox işləməyə məcbur olur. Daha çox işlədikcə bir-birinə vaxt ayıra bilmirlər. Uşağın ehtiyacını ödəmək üçün bəlkə 2 yerdə, 3 yerdə işləməli olan valideyn uşağa lazım olan 1 saatını ayıra bilmir. Ona lazım olan duyğusal münasibəti göstərə bilmir. Odur ki, biz
uşaqlarımızı elə tərbiyə eləməliyik ki, onlar internetin, sosial şəbəkələrin, telefonun və sairənin istifadəçisi olsun. Onun quluna çevrilməsin, ondan asılı vəziyyətə düşməsin. Bu mənada da inanc məsələsi uşağa ən böyük dayaq olan, ona doğru düzgünü seçib və daim əməl etməyə, iradə göstərməyə, onu təhrik edən çox güclü bir vasitədir.